Senin böreklerin düzgün işlemir. Ona göre de ayakların şişir, bedenin ödem yığır, su yığır, gözünün altı qaralır, göz altının dərisi sallanır, sidiyə tez-tez gedirsən, gedəndə yanğılı, ağrılı olur, narahatlıq verir. Bəs bu hallar böreğin özünü təmizləmə funksiyasının pozulması zamanı yaranır. Bir de sidik yollarının hər hansı bir narahatlığının orqanizmə verdiyi əlamətlərdir. Qardaş, sənin böreklərin gündə 160 litrə yaxın qan təmizləyir. Sən böreklərə lazım olanı verməlisən ki, börek də orqanizmi yaxşı işlətsin, özünü yaxşı təmizləsin. Bəs bu problemləri necə aradan qaldırasan? Sənin böreğin nə istəyir? Ekrandakı ürəyi qızart, ətraflı izah edeyim. Sənin böreğin uroksin kapsulu istəyir. Deməli, yaxınlaşırsan aptekə bu kapsulu əldə edirsən. Bir ay gündə bir kapsul istifadə etməyin kifayətdir ki, bu saydığım əlamətləri tədricən aradan qaldırır. Bir müddətdən sonra tamamilə elə bir səndə belə bir şey olmayıb və böreğin özünü təmizləmə funksiyasını normallaşdırır, sidik yollarının fəaliyyətini yaxşılaşdırır. Ölkənin bütün apteklərində var. Olmasa belə əzzaslarımızdan xahiş edin, zakas verib gətirsinlər. Elə bir ki, dünyaya yenidən gələsən. Bu cür faydalı videoların davamı üçünsə profilin üzərində plus işarəsi qoymuşam. Bir dənə ona toxunun ki, hər zaman videolarımdan faydalana biləsiniz.